Dedim ki, əsən durumum o deyil, ayaqlarımı hiss eləmirəm. Heç hiss eləmirəm, heç cür qalxa bilmərəm. Bir yağmurluq vardı. Onun içinə mənə atdılar, başladılar oradan məni sürtdüyüb aparmağa. Ki, geri çəkilmə əsnasında maşınımda yenə ermənilər tərəfindən pusqu atdılar. Gözümə işıq düşür. Şəhidim yəqin, bəs şəhid olmuşam, biraz cənnətdir, işıqlıqdır, hər tərəf yaxşı belə, gür işıq gəlir belə. Həkimə çox qışqırdım ki, şalvarımı kəsmə, mən geri qayıtmalıyam, ala bilməyəcəm şalvar. Tez ol, sarı məni çıxmalıyam. Belə qışqırırdım həkimə. Dedim, çox çalış, sakit ol, biraz özünü səbirli ol. İndi gələrlər yəqin, yerimizi biləcəklər, aşıra çıxacaq. Sakit. Sadiq dedi ki, ağrım çoxdur, dedi. Dayana bilmirəm, qan axmam çoxdur. Yəni ki, mənə kömək lazımdır. Belə bununla danışıb özümü təsəlli eləyirdim. Və heç kimdə çağırmaq istəmirəm ki, yəni səsimdə eşidib də hansı yoldaş yanımıza gəlib, sonradan o da bəlkə elə erməni onu da vurar, onu da yaralı eləyər kimi fikirlər beynimdə dönür yenə də. Yenə də Allahdan son ümidim kəlmə şəhadət gətirirəm. Bir neçə dəfə kəlmə şəhadət gətirdim. Dedim ki, yəni bu sondur da hər halda. Yəni həyatını belə deyim, keçən hissəsi adamın gözünün qabağında qısa film kimi gedir. Və bunu qeyd eləmək istəyirəm ki, adam həmin durumda, həmin şəraitdə görürsən ki, yəni yaxşı dostların, ailənin və ya maddi imkanların, mənəvi imkanların heç biri həmin vaxtda köməyə çatmır. Sadəcə özünlə baş-başa qalırsan ki, yəni bu sondur, ağlın sən onu deyir ki, bu sondur. Yəni 1-2 saat ömrün qalıbdır. Nəyi eləmək istəyərdin, nəyi eləyib də eləyə bilmədin sualı mənə versələr, mən deyərdim ki, mən bir neçə dəfə namaz qılmağa yəni yaxın olmuşam ki, namaza başlayacağam, namaz qılacağam. Son anda belə deyim, şeytana mı uymuşam və ya özümü belə deyim də biraz soymuşam, qılmamışam da, çox inatdan yanaşmamışam. Ona çox peşman olmuşdum ki, mən yəni eləməmişəm bu işi. Bax, bu yəni keçən 29 yaşım var, yəni onda vardı 28 yaşım. Yəni 28 ildə nəyə peşman oldu sualında bir dənə onu verirdim ki, mən niyə namaz qılmamışam. Bax, bunu həmişə özümə vermişəm. Onun peşmançılığını çəkmişəm və gördüm ki, orada da həqiqətən yaxşı əməllərdən, elədiyin yaxşı hərəkətlərdən başqa, yəni heç nə sənin köməyinə çatmır burada. Yəni özün qalıbsan, Allahın qalıb, bir də heç bir şeydə. Sadəcə vəziyyət budur. Və bu cür düşüncələr olurdu. Söz yox, qolum yorulurdu, silahı tuturdum belə kimi uzanmış vəziyyətdə. Yuxu mənə gəlirdi, əlim düşürdü aşağı, sonra yenə də anidən qaldırırdım. Və bir yarım saat kimi, 40 dəqiqə kimi müddət keçdi. Sonra birdən mən gördüm, yoldaşlardan qazimiz var, yaralıdır, Həsən Quliyev var. Allah onun da şifasını versin. Onun səsini eşitdim. O arxada onun səsini eşitdim, mən sanki biraz ürəkləndim, onun səsini eşitdim ki, artıq kimsə var, yəni öz mülkçülərdən, tamamilə ermənilərdən əhatə olunmamışıq da, yəni öz mülkçülərdən kimsə var, artıq yəni kimsə əlini tuta biləcəyən bir yoldaş, yəni da şəhid olacaq və ya nəşim erməndə qalmayacaq da, yəni mən orada parçalayıb da bir yerə tullamayacaqlar və ya nəşim orada bastırıb da heç nəşim evə gəlməyəcək kimi bir proseslər olmayacaq. Bunun səsini eşitdim, çox sevindim, dedim artıq Həsənin əlindən tutaram. Yəni bunun yanında yəni ümidləndim biraz belə deyim. Həsən gəldi, Həsənə səsləndim. Artıq atışma da sakitləşmişdi. Demək olar güllə səsi o qədər gəlmirdi, o qədər çığır-bağır yox idi. Biz orada belə deyim də vəziyyət o idi ki, biz orada vurduğumuzu vurmuşduq. Bir neçə erməni yerdə qalan qoyub qaçmışdı orada vəziyyəti. Yəni onlar qoyub qaçmışdılar. Bəlkə də say tərkiblər orada bəlkə olan 50 nəfər olub. Biz onların sonradan da mənə yoldaşlar dedilər ki, onların yataq yerlərinə biz baxdıq ki, neçə nəfər yatmaq üçün gecə yatmışdılar orada. Yataq yerlərini biz saydıq, nəşləri saydıq, atılıb qaçan silahları saydıq. Gördük ki, məsələn, cəsəd sahidindən çox silah var, atıb qaçıblar, yaralı olub, yəqin ki, yəni silahını atıb qaçıb. Yataq yerlərinə baxdıq ki, yəni bəlkə də 40-50 nəfərdən çox yataq yeri var orada saydıq. Hələ biz saydıqlarımız o qədərdir. Həsənin səsini eşitdim, gəldi, yaxınlaşdı mənə, bəs nə olub deyə soruşdu. Dedim ki, yaralanmışam, vəziyyət yaxşı deyil, sadəcə yanımdadır. Dedi, qalx ayağa, qalx ayağa. Biz də yəni təbii ki, mən də olsam eyni hərəkət eləyərdim ki, yəni adam ümidləndi, sən yaxşı olacaqsan, sən qalxacaqsan, sən qəhrəmansan, sən güclüsən, sən qalxa. Mənə belə kimi sözlərdən mənəvi dəstək verir. Dedim ki, Həsən, durumum o deyil, ayaqlarımı hiss eləmirəm, heç cür qalxa bilmərəm. Həsən başa düşdü vəziyyəti və getdi. Güllə harana dəyib, dedim, bilmirəm harama dəyibdir. Həsən getdi, sonra başqa yoldaşlar artıq bizim arxada qoyduğumuz pikapdakı şəxsiyyət var ki, onlar bizə yaxınlaşmışdılar. O atışmaya arada qalan, belə deyim, 1000 metr, 1500 metr kimi məsafəni onlar qət edib yaxınlaşmışdılar bizə. Və gəldi, bir neçə yoldaş var ki, onlar xidmətdə olan qardaşlarımız da var, adını çəkmək istəmədim. Onlar da yəni köməyi ilə məni branşeti kəsdilər, üstümdən çıxartdılar.
kənara atdılar. Mən artıq orada belə deyim, keçən müddət ərzində çox az şeylər xatırlayıram ki, nə olub, nə keçib. Mənə atdılar, bir yağmurluq vardı. Onun içinə mənə atdılar, başladılar oradan məni sürtdüyüb aparmağa. Onun içində təxminən bir xeyli məsafə getdiyimi xatırlayıram. Çatdıq ora, orada artıq bizim səhiyyəçimiz vardı. O bizə yəni gəldi kömək eləməyə, hardan güllənin dəydiyini yəni bilməyə çalışırdı, sarğı qoyurdu, ağrı kəsici vururdu. Yəni məni həyatda tutmağa çalışırdılar. Xatırlayıram ki, mənə dəstək verirdilər ki, bizdən qal, yatma, özündən getmə, yatma, üstümə su tökürdülər. Amma su istəyirdim, içməyə su vermirdilər. Üstümə su tökürdülər, yaranı bağlamağa çalışırdılar, çox danışma deyirdilər. Deyirdim ki, bəs heç nə, mənə su verin, bir su istəyirəm, bir də ki, qızlarımı görmək istəyirəm. 2 istəyim olubdu. Ki dedim, yəni sadəcə olan, mənə bir su verin, bir də qızlarımı görmək istəyirəm. Onlar məni təbii ki, yatmağa qoymurdular. Məni vururdular, şillədən çox vururdular üzümə. Hətta belə oldu ki, mən bir dəfə tamamilə özümdən getmiş bir durumdaydım. Ayıldım ki, o durumda mən o qədər çənəmə vurmuşdular yumruqdan ki, şilləkdən ki, ayıl. Çənəmin ağrısı, hətta belimin ağrısından ötə olmuşdu. Yəni elə bir durum yaranmışdı ki, yəni məcburdular ki, yəni yatmağa qoymağa çalışmırdılar. Bir pikapa qoydular, bir neçə müddət, yəni pikapla bizi apardılar. Sonra hətta pikapla gedə bilmədiyi üçün bizi artıq şəhərə doğru səhv eləmirəmsə, artıq Kamaza atmışdılar. Mən gözümü açdım, Kamazda gördüm yaralılar var. Yəni mənə atıblar yerə, Kamazın polunun üstünə. Kamaz gedir, bizi yəni geri çıxartmağa çalışırlar. Və belim o qədər çox ağrıyır ki, artıq Kamaz atlanıb düşdükcə, hər dəfə bizi sirkələdikcə mən hər dəfə ölüb dirilirdim. Hər dəfə deyirdim ki, mən niyə yəni şəhid olmaq istəyirəm, kimi arzular istəyirdim. Və geri çəkilmə əsnasında maşınımıza yenə ermənilər tərəfindən pusqu atdılar. Maşının hətta təkərin biri partlamışdı. Amma sürücümüz yox, yəni çox professional yəni sürmüşdü maşını. Qazi Nuriyev Rəfail, Allah kömək olsun, Allah şifa versin. Yəni sonradan mən bildim ki, maşını o sürürmüş. O çox sürətli oradan sürüb maşını çıxartmışdı bizi. Maşının təkəri, arxa təkərin biri partlamağına baxmayaraq, yəni o vəziyyətdən çıxmışdı oradan. Erməni yaxın məsafədə atmışdı pusqunu bizə. Yəni mən artıq hər dəfə təkər partladığı üçün də maşın daha da çoxalmışdı. Sirkələnməyi, bizi atıb tutmağı daha çox artmışdı və mümkün deyil, orada eləyə biləcəyim başqa bir şey yoxdur. Sadəcə dişimi sıxıb gözləyirdim və yenə də sadəcə su istəyirdim. Və belə deyim, özümdən gedirdim, ayılırdım və bir də o prosesi xatırlayıram ki, artıq gözümə işıq düşür. Fikirləşdim, yəqin bəs şəhid olmuşam, belə cənnətdir, işıqlıqdır, hər tərəf yaxşı belə gur işıq gəlir belə. O cür ağlımda belə düşüncələr var. Elə bilinc altında elə fikirləşirəm. Sonra gördüm, yox, səslər də çoxalır. Yəni artıq danışıqlar qulağıma gəldi. Bizim Azərbaycanlı gördüm, öz dilimizə danışırlar. Gördüm artıq bizi maşından çıxardıb harasa aparırlar da, belə deyim. Harasa aparırlar. Hətta gedə-gedə gördüm ki, belə ayağım, birdən özümə gəldim, belə baxdım ki, ayağımda batinkanın birisi var, biri yoxdur. Bunu fikirləşirəm, nə olduğunu anlamağa çalışıram. Gördüm, həkim gedə-gedə qayısı var. Sonra gördüm, tibb bacıları mən orada gördüm ki, saçlarından gördüm, qadın var, yəni burada tibb bacıları var. Sonra gördüm, həkim salıb qayısını şalvarımı kəsməyə çalışır. Gedə-gedə şalvar. Mən o həkimi orada qışqırdığımı xatırlayıram ki, şalvarımı kəsmə şalvarımı ala bilməyəcəm, satışda yoxdur şalvar. Mən eləyəsinizsə tez eləyin, mən geri qayıtmalıyam. Kimi sözlər həkimə qışqırırdım. Özümdə deyildim, sadəcə o prosesləri xatırlayıram ki, keçən saatlar özümə gələndə məsələn onları deyirdim. Onu dəqiq xatırlayıram ki, onu mən həkimə çox qışqırdım ki, şalvarımı kəsmə, mən geri qayıtmalıyam, ala bilməyəcəm şalvar, tez ol, sarı mən çıxmalıyam. Belə qışqırırdım həkimə. Həkim dedi, yaxşı olacaq, narahat olun, mən sənə şalvar alacam, belə mənə sözlər deyirdi. Və bir daha ayıldım ki, artıq Bakıdayam, üstümdə örtük vardı, örtük düşdü, mən soyuq vurdu, gördüm ki, üşüyürəm, ətrafa baxdım ki, bəs Bakıdır, dedilər ki, Bakıya gəlmişsən, hərbi qoçibdallasan və ayaqlarımın hiss eləmədiyimin fərqinə vardım ki, mən orada artıq ayaqlarımı hiss eləyə bilmirəm, gəzə bilmirəm, durum o deyildi, ayaqlarımı heç oynada bilmirəm. Mənim üçün belə deyim, əsl müharibə ondan sonra başladı ki, mən niyə bu vəziyyətdə qaldım? Keçən gün, hər gün keçdikcə daha da ağırlaşma, beldəki əməliyyatlar, qarındakı əməliyyatlar, artıq əməliyyatların sayı hesabı kəsilmədi. Amma yenə də sonunda onu vurğulamaq istəyirəm ki,
əsl qəhrəman şəhidlərimizdir. Onlar hər zaman bizim qürur yerimiz olublar. Onlar hər zaman bizim mənəvi inam yerimiz olublar. Allah şəhidlərimizin hər birinə rəhmət eləsin. Və sadəcə fəxr edir, nə qədər ağır yaralanmağıma baxmayaraq fəxr edirəm ki, mən müharibənin iştirakçısıyam. Müharibədə iştirak eləmişəm. Bu müharibədə mənim də payım var, mənim də haqqım var. Mən doğulmuşam təxminən 1-ci Qarabağ döyüşlərinin sonlarına doğru. Yəni, bugün mənim 28-27 yaşımda müharibənin iştirakçısı oldum. Ya, buna görə də yəni, heç təəssüflənmirəm. Yəni, ikinci dəfə desələr ki, həyata gəlsən, yeni bir şansın var, yenə də müharibədə iştirak eləmək istəyərsənmi? Yenə də çəkinmədən deyərəm ki, hə, iştirak eləmək istəyərəm. Yəni, döyüşmək istəyərəm. Yenə də əlimdən gələnin ən yaxşısını eləməyə çalışaram. Sağ olsun devlətimiz, xalqımız, Allah yəni, hər bir şeysindən razı olsun. Dövlətimizin dəstəyi ilə, Yaşad Fondunun dəstəyi ilə uzun müddət, yəni 17 aydan çox müddət Türkiyədə müalicə aldım. Yəni orada məni həyata qaytarmağa çalışdılar. Azərbaycanda yaxşı həkimlərimiz var, sağ olsunlar. Onlar ilkin yardımları burada onsuz eləmişdilər. Yəni uzun müddət keçdi. Yəni də hər şeyi bilən Allahdır, möcüzəni göstərən Allahdır. Bu qədər.